şiə gəlbəzmə əzaya, səni səsləyir Hüseyn. Matəm-i al-i əbaya, səni səsləyir Hüseyn. Ay Baqir, biz həmişə əzayı Əbu Abdullah Hüseyn əleyhissalam mətrəh olanda, vaxtı yetişəndə, Məhərrəmin, Aşuranın vaxtı yetişəndə bir dənə ibarəti çox pürtəkrar eşidərik. Çoxlu əfradın dilindən bu düşməz. Ya ləytənə kunna mək, ya ləytəni kuntu mək. Biz fəfuzə fuzən əzimə. Dildə bu iddianı çox elərik. Gələk təzəssüm eləyək ki, Ay Rəhman-ı Baqiri 1370-80 il qabaq Səhra-i Kərbəladadır, Ruz-i Aşuradır, ya Şəb-i Aşuradır. Ay Rəhman-ı Baqiridə bölür cəryandan nədir, sabah nə ittifaq düşəcək, Ruz-i Aşura, Zuhr-i Aşura, nə ittifaq düşəcək. Bu təcəssümdə, bu təxəyyüldə Ay Rəhman-ı Baqiri özün hali də görür. İmam Hüseyin əleyhissalamın sipahında, ya Ruberdə. Allah eləməsin, adam rubərisində olsun Həzrət Seyyid Şəhədanın. La yükəllifullah nəfsən illa vüs'əhə. Allah azmayışə çəkməz ki, adamın o məgər çıxarı qədər. Yəni Həzrət İbrahimə deyirlər, apar, oğlumun başını kəs, o hamıya deməzlər ki. O azmayış ki, yaran İmam Hüseyin olubdur, heç kəs olmayıbdır. Mən o hissi ki, o sualı ki buldunuz, bir növ paradoksikal hissim vardı. Söymərəm mən orada olam və bir tərəfdən də söyürəm olam. Söymərəm olam ki, çox çətin bir tərəf əksəriyyəti mürəffəh, bir tərəfdən ki, ölüm müşəxxəsdir. Bir yol, hər adamın işi deyil. Odur ki, mən duanın o fərazında biraz elə qorxaram, ya ləytənə kunna mək. Düzdür, ürəkdən Həzrət Seyyid Şəhədaya iradətimiz var bizim də uşaqlıqda. Bir yol, bir dənə mübərhəm sualdır ki, indi bu tarix rədd olubdur, durulubdur. O totələr ki var idi və o müsəlmanıdırlar da Həzrət Seyyid Şəhədanı öldürənlər Allah Əkbər deyirdilər, şəhid edirdilər. Çox xətərnak imtihan. Çox, mən heç söymürəm ki, o cür imtihanda ola. Və indi tarix bir dənə o lilli su kimindir, kelalı su kimindir. Rədd olub gəlibdir, durulur, indi görür ki, adam həq kimdir, batil kimdir. Orada çox xətərnak idi, o cür lilli suda təşxis verirdin ki, Həzrət Seyyid Şəhəda həqdir ki, əlbəttə, indi baxanda biz gün kimi Həzrət Seyyid Şəhəda parlayır. Bəli, o zaman çətin idi. Allah eləməsin bizi o cür imtihanına çəksin ki, o cür çətin imtihanı, çox çətindir. O cür imtihan çox çətindir. Elə bizi qoyun, elə biz elə orucumuzu tutaq, namazımızı qılaq, bizi o cür imtihanlara çəkməsin. Bu imtihandan qəbul olunmuşuz, təsəvvür edin qəbul olunmuşuz. Həzrət Seyyid Şəhədə əleyhissalam özü bir əziz çağırır. İhtimalən siz yadına deyir ki, Rəhman, müxəyyərsən, bu səhnədə, bu ərsədə istəsən nə cür xidmət eləyəsən, istəsən harda köməyin geçsən. Müxəyyər edir birazı. İntixabınız nədir? Yəni, o Kərbəlada, yəni. Bəli. Mən uşaqlara saxlardım. Siz müəllimsiniz, şayət. Bəli. 20 il, 30 illik uşaqlarla məşğulsünüz. Uşaqların orada aram olmasına, o vəziyyətdə fikrinizə bir rahkar yetişir. Xanım Zeynəbə kömək edərdi ki, uşaqlar aram eləsin. Ay Baqir, neynərdiniz uşaqlara? Ərsəyə Aşura asan ərsə deyirdi. Uşaqların bitablığı qabili təsəvvür deyir, qabili tərsim deyir. Çox çətindir. Uşaqlara bilmirəm ki, ancaq köməklik edərdim daha. Şayət, məsələn, Həzrət Əmir uşaqlara ki, o yetim uşaqlara qoyardı boynuna koncəməli deyərlər, boynunda şotoran baş, koncəməli Həzrət Əli. Yetim uşaqları boynuna qoyub, küçələrdə qaçarmış.
Şayad o işləri görəydim, məsələn, xeymələrin dalısında dur az həyahuyu cəng görürəm. Və şayad iş olmayaydım ki, mən iş şayad, məsələn, Həzrət Seyyid Şəhid adamı səsləsədəm ki, nə olar? Adam iş qalmaz ki, adam uzanar ölər. Adam adi ilə səsliyə. Ay Baqir, o ərsə idi ki, İmam Hüseyin əleyhissalamın tamam yaranı şəhadətə yetişirlər. Siz də özünüzü qoyun o ərsənin 73-cü şəhidin yerinə. Tamamı şühədanın baliyinə Həzrət İmam Hüseyin əleyhissalam yetişirdilər. Axir ləhzələri. İstədiniz nə mənə eşidəsiniz İmam Hüseyin əleyhissalamdan? İmamın ləbxəndi, rizayəti baxmaq, rəzən bir rizayı kişinə təslimən ləmrik. Sarəllahlı da İmam Hüseyin. İmam Hüseyin rizayəti Allahın rizayəti. İmam Hüseyin gülmağı Allahın gülmağıdır. İmam Hüseyin adama baxıb gülsəydir, behişdir da. Behiştin mənası nə mənədir? O Həzrəti Əbülfəzlin o zəbanı halında deyirlər ki, bu cür Həzrət Seyyid Şühəda parmağımızı qozalı deyəcəm, baxın, behişdə yerlərizə. Həzrət Əbülfəzl nə deyir? Əlini sağlı deyir ki, میگه بهش ننوشم ز دست ساقی رضوان حسین مرا به باده چه حاجت که مست بوی تو باشم. Hazreti Seyyid Şühəda özü behişti da. Biz hara İmam Hüseyin hara. İmam Hüseyin də gülmağı bizə də rizayət ilə bizə baxsa ilə bir Allah baxır da rizayət. Ay Baqir, axir ləhzələr İmam Hüseyin əleyhissalama nə mənə deyərdiniz? Mən baxardım üzünə Həzrət Seyyid Şühəda. Fəqət elə baxmaq heysat Həzrət Seyyid Şühədaya dedim. Baxıb can versəm, böyük işdir. Yəni çox hər adamın işidir. Oluya Allahın işidir. Ki Seyyid Şühədaya baxıb can verir. Biz özünüz də dediniz söhbətlərinizdə ciciklikdən adət eləmişik, nohələrlə, şeirlərlə, əzadərihay məhərrəmdə. Nə mənə nohə çox nisçilləndiribdi biləzi, yadınızda qalıb, xatirinizdə qalıb. Adamın bir şeirlər zehnində dolanar da, elə məhərrəm yetişmək həmin onu zehnində hey dolandırar. Şeir, nohə, siz biləxərə. Düzdür, bəli. Bəzmi visalə bir quli xəndan gətirmişəm. Bu zehnim köməklik eləsə, bu Həzrəti Əli Əsğər ki, Həzrəti İmam Hüseyin qozu göyür, hər bərə lənətullah oxulur orada deyir ki, bəzmi visalə bir quli xəndan gətirmişəm. Qundaq içində ləli bədəxşan gətirmişəm. Qorxum budur ki, layiq dərgah olmaya. Çün çox solub diləngi, pərişan gətirmişəm. O çox incidikdir. Mən biləm də uşaqlara çox həssasam. O şeir çox mənə şiirlidir. Bir də o şiir, anam çox onu oxuyardı. Anam o deyəm, uşaqlıqdan, sözü mən çoxlardan eşitmişəm. Anam deyərdi, sən şikəmi bir uşaqdın. Mənim də anam danə doroş dağlardı. Deyir, aparardım, məsələn, İmam Hüseyin təziyyəsinə. Üzür ki, ağlardım, sən süt içərdin, tökülərdi sinəmə, elə görərdin ki, o cür toəman sütünlə, o göz yaşlarını, hay çəkərdim ki, işməyəsən, əl çəkməzdin də məcbur olardım. Odur ki, elə bizim qanımıza qeyniyibdir. Bilmirəm də, nə mənədəndir ki, o şeir üçün mamanım, anam çox oxuyardı. O çox ürəyimi incidibdir. Bir də ki, Məhərrəm başlananda o birdi tutarlar ki, gəldi Məhərrəm, açıldı pərçəm, dərdi olanlar dəvaya gəlsin. Məriz olanlar şəfaya gəlsin. Aşiq olanlar əzaya gəlsin. Bunları bölüblər, Noxanlar, bilmirəm bu kimin
şeiridir. Yəni bir nəfərin dərdi var, gəlibdi İmam Hüseyin qapısında. Dərdinə güyə, şayət dərdi olmasaydı gəlməyəydi. Bir nəfərin mərizi var, şayət mərizi olmasaydı gəlməyəydi. Şair bulan ayırıb, əlbəttə demir gəlməsin, ha, deyir gəlin də bura. Bazar Yusifdir, gəlin, hamı gələ bilər. Vəli xub, onda deyir, meydan xalı qalar deyib, dərd olmayanda, məsələn, məriz olmayanda, aşıq olanlar əzaya gəlsin. Onlar ki, şifdə Həzrət Seyid-i Şəhədadır, onlar bir yol gəlsinlər əzaya.